da adam. Hadi mərifətimiz qalacağınız olsun. David, oy tut gətir bayına, o sakit olmayacaq. Salam əziz dostlar, bu günləri gəlmişəm sizin üçün ilk rayon çəkilişimizi eləməyə. Gəlmişik bu günləri Talib qardaşın yanına, Şamaxıya, Talib qardaşın qonağıyıq. Kənd Göylər oldu, düzdür kəndin adı? Şamaxının Göylər kəndindəyik. Talib qardaşın Qafqazlarını və bəzi Valkadavlarını sizin üçün çəkməyə gəlmişəm. Talib, ilk öncə bir daha səni salamlayıram. Xoş qarşılanmağın üçün təşəkkür edirəm sənə. Və izləyicilərimizi salamla, itlərimizlə bizi yavaş-yavaş tanış edə inşallah. Salam aleyküm qardaş, xoş gəlmisiniz. Sağ olun. Qardaşlar da xoş gəldin deyirəm. Sağ ol. Sonra izləyicilərimizi hamısını salamlayıram. Hamısına can sağlığı arzu edirəm. Var ol əzizim, var ol. Ümumiyyətlə təxminən neçə itin var Talib? Yəni küçüklü zad qarışıq. Küçüklərlə saymasan da olar, aşağı yuxarı. Bir təxmini 15 dənə. Təxminən 15 dənə. Bu gözəl itimizin adı nədir? Bunun adı Maşallah, dırnağı bərk olsun. Bunun adı Potuqdur qardaşım. Potuq? Potuqdur. Gözəldir, nə var ki burada? Potuq. Yəqin ki, ayağımla, yəqin ki, tutmaq olur da, yaxşı 2 ayağımla desək, mən 80 kiloyam, çəkim. Başı yəqin ki, görsənir də ki, nə boydadır. Haycan, çox da şey eləmə. Potuq. Potuq dedin də. Potuq da. Çox gözəl. Neçə yaşı var Potuqun? Təxmini 4 yaşını keçib. Təxminən 4 yaşını keçib. Balaları var Potuqun? Var. İndi həyatımda yox, özü var balaları. Olub, amma hal-hazırda yoxdur. Bildim. Amma Potuqun çəkisi nə qədər olar Talib? 100 plus. 100 plus. Yəni çəkisi özünü bildirir. O 100-dən az olar bu. Bu 90 plusdur. 90 plus olar. Amma bu o çox qalın heyvandır da. Həqiqətən də Qafqaz deyəndə qalın təsəvvür olunur da zaten. Yorğundur, uzandı. Hə, Potuq. Ümumiyyətlə Talib, sən bu əsasən Qafqazlarla, belə deyək də, daha çox Qafqazlarla məşğulsan. Ümumiyyətlə bu cinsi necə təsvir eləyə bilərsən? Öz baxış bucağından bildirin. Elmi dildə demək istəmirəm. Sadəcə olaraq, yəni Qafqazlar haqqında nə düşünürsən? Qafqaz əldə etmək istəyən insanlara nə tövsiyə verə bilərsən? Alsınmı, almasınmı? Bildirin nə demək istəyirəm? Bəzi hallarda görürük ki, alırlar Qafqazı, balaca bir kletkası var, salırlar oraya, deyir ki, mən Qafqaz saxlayıram. Bu düzdürmü? Sənin fikrincə? Mən bilirəm ki, bu düz deyil məsəl üçün, amma sənin fikrin mənim üçün önəmlidir ki, sən bunları yetişdirirsən. Nəysə, buyur, zəhmət olmasa məlumat ver bizim izləyicilərimizə. Mənim qardaşım, deməli, mən bunları saxlamaqdan da birinci tövsiyəm odur ki, yəni balaca vaxtından, körpə vaxtından götürsünlər ki, yəni bu öz sahibinə qarşı çox sadiq olan heyvandır. Özü, yəni yad adamlara çox aqressivdirlər. Bəli. Yəni körpə vaxtından saxlasa evdə uşağa, ailəyə, yəni çox sadiq olacaqlar. Bəli. Sonra təsərrüfata, sonra belə nətər deyim, belə bağ evlərinin azamına çox yararlıdır. Yəni qurda quşa qarşı həddindən artıq amansızdılar. Köməyə, indi təsərrüfatçı dili ilə desək, bir-birinə köməyə yəni çox yaxşıdırlar. Yəni qrup şəklində, qrup şəklində, yəni bir-birinin yoldaşı qoyub qaçan cins deyil də. Yəni məsələn rast gəlib saxlamışam, özüm də təsərrüfatla məşğul olmuşam. Yəni qurda quşa yəni ölər, amma geri söhbəti yoxdur bu cinslərdə. Yoldaşı qoyub qaçmaq söhbəti yoxdur. Sonra bağ evlərində də yad adamlara qarşı mühafizə üçün. Mühafizə üçün, yəni çox amansızdır yad adamlara qarşı. Sahibinə də qarşı çox sadiq. Sadiq. Gözəl heyvanlardır. Körpə vaxtından saxlamağa tövsiyə. Üşüməzlər bunlar. Yox, Bu qədər tüklə üşümək olar. Səhv eləmirəmsə, düzgün yadıma gəlirsə, bir dəfə hətta sən şir kimi qırxmışdın birini. O hansı idi? Hələ bu idi. Potuq idi. Bir dənə bunun maşa var idi, dişisi. Maşanda uca da qırxmayacam. Heç məsləhət də görmürəm. Ay sağ ol, bax bu nüansa gəlmək istirdim ki, nəyə görə məsəl üçün? Ona görə ki, qardaş, yəni qurbanım, Allah təala da bu belə yaradıb. Yəqin ki, məsləhət bilib belə yaradıb. Yəni çox qırxmışam heyvanı. Yəni başqa itlərimdə qırxırdım. Nəsə qırxanda narahat hiss edir özüm. Yəni görürəm ki, deməli buna məsləhət bu tükdür. Məsələn, sortlar var ki, orada tarta deyirik də. Yəni tartadır.
Hə, o qırxmağa vəbşə ehtiyacı yoxdur, onsuz tükü yoxdur. Özü bu qırxanda gördüm ki, günəşə qarşı daha da dözümsüz olurlar. Bəli, elə onu deməyə çalışırdım ki, həkimlər də, yəni veterinarlar həmişə deyir ki, ümumiyyətlə pişiklərinizi də, itlərinizi də qırxmayın. Üstündən hansısa tükü düzəldə bilərsiniz, priçoska daraya verə bilərsiniz. hə. Amma itin bədən temperaturunu stabil saxlayan onun tük qatlarıdır. Yəni birbaşa günəş şüası heyvana dəyməməlidir. Bildin Aysa, necə? hə, Orada düzdür. günəşdən qoruyan təbəqə var, soyuqdan qoruyan təbəqə var. Qurban olduğum bunu bilir də necə yaradır. Yəni ki, maraq, yəni ki, hə. Yəni elə olur, şir kimi qırxmaq, həvəsə olur, maraqlı bəli, görünür. Maraqlı görsənir, Amma amma məsləhət tövsiyə deyil. Bəli, bəli. Gözəldir Talib. Düşünürəm ki, biz növbəti itimizə keçək, söhbətimizi də o formada davam eləyək. Hə, baş üstə. Qardaşlar, bu itimizin də adı Bossdur. Elə belə 83 plus boyu var, 90 plus 8-i. 1 yaş 8 aylıqdır. Öz barxanın oğludur, öz qapımda, yəni doğulan Sənin kiçiyi də. itlərindən Hə, öz olan itimin, balalar. Aha. ata itinin barxam var. bəli, Hə, bəli. onun oğludur. O bir yaş dedi nə 8 bayaqki adamcıldır. Adam, onlar adamçıl da çalışıram ki, yəni adamçıl olmasınlar. Özü neynəsində xeyri yoxdur adamçıllar. Qanında var. Qanında o deyirlər var, də hə. ki, adamcılıq qanla gəlir. Hə, yəni qanında var. Aha. Yəni bunlar hələ kiçik idi deyirəm də. 1 yaş 8 aylıqdır. 1 yaş 8 aylıq. Bunun qardaşı da məndədir. Aha. Buradadır, indi o da təqdim eləyəcəm. O da barxanın oldu, ikisi də barxanın oldu. Yəni ata bir, ana bir qardaşdılar. Bəli. Bu sadəcə onlar baş görmürlər. Mənim heyvanlarım baş görmürlər beləsinə. Kletkada olurlar, ya bir ərazidə açıq vəziyyətdə olurlar. Başa vuranda biraz bu xamlıq edirlər. Boyunluğa vuranda demək Hə, istəsən də. boyunluq, hə. Hə, başa düşdüm. Gözəldir. Gözəldir. Bu deməli bunun 83-dürsə, hardasa ondan biraz hündürdür bu. Amma onun çəkisi təbii Yəni ki, təmiz də, təmiz boy 83. Elədir. Elədir. Gözəl heyvandır. Düşünürəm ki, hiss eləyirəm ki, boss narahatdır biraz. Yəni ipə görə, tutduğuna görə. İstəyirsən onu dəyişək, digərindən söhbətimizə davam edək. Yaxşı. O boyun. Bu ağsaqqaldır, hə? İtlərin Bir ağsaqqalı. dənə deyərsən. Çək onu, çək onu. Bu deməli adı nədir bunun? Bunun adı Barxan. Barxan. Hə. Bütün kiçiklərin atası babudur. Aha. Biraz diqqətli ol bundan. Aha. Hə, bu Bütün səndəki Qafqazların atası, böyüyü belə deyə. böyüyü, özündən balalar da hamısı da özündən böyük olur. Barxan sənin ilk Qafqazın olub da belə deyə, Yox. yoxsa yox? Yox, bundan qabaq da Qafqazım olub. Aha. İlk ikinci erkək Qafqazım olub. Ha, ikinci. Hə, sağ ol. Hə. Aha. İkinci erkək Qafqazın. Neçə yaşı var Barxanın? Barxanın 6 yaşı var. 6 yaşı var. Hə. Və adamcıldır. Həddindən artıq adamçıldı. Ha. İndi prosta bu həyət təzə gəlib bu həyətə. Aha. Hə, ona görə biraz Hələ qoruma altına almayıb. hə, hələ elə bil indi çıxır da kletkadan Aha, indi çıxır. hə. Ona görə Barxana nə edirik? Çox yaxınlaşmırıq. Hə, Barxandan ehtiyatlı ol. Barxanla zarafat eləmirik. Get. Hə. Barxanın 6 yaşı var. Deməli yetəri qədər də balaları var. Hə, var. Olur, Bütün yəni düzdür. indiyəcən nə qədər küçüyüm olub hamısının atası Barxandır. Hamısının atası Barxan. Hə. Deməli ki, Barxandan arxayınsan ki, istəyirsən o liniya artsın. Hə, əlbəttə yəni bu liniya yəni çox xoşuma gəlir. Barxanı ümumiyyətlə Azərbaycandan almışdın, yoxsa Yox, gətizdirmişdin? bunu Azərbaycana gətirən oğlanla mən almışam. Hə, Azərbaycana bala vaxtı gətirib, Gətirib, ondan da hə. sən almısan. Saxlaya bilmirlər, mən almışam. Hə, başa düşdüm. Mən də sən çox ehtiyatla bu, yəni indi bu həyat yatdı deyəndə çox arxayınam. Yəni bunun körpə vaxtında məndə olmur deyənə bax etibar eləmirəm. Lap dəqiqə. Başa düşdün? Başa düşdüm. Barxanın boyu çəkisi nə qədərdir? 80 plus, yəni çəkisi də elə boyda. 80-90 civarı. Bunlar elə cütə çox düşdüyünə görə bu heyvan yəni çəkisi 80-dan yəni yuxarı balaları 100 kiloya da çatır. Özü yəni bu heyvan padriyat cütə düşdüyünə görə yəni çəkisi
80-da saxlayıram ki, yəni rahat olsun. Düz çəkisi zaten daha yüksək olanda belə deyək də aktivliyini öldürür. Hə, görsən bu aktivdir. Təbii, amma bayaqları. gözə xoş gəlir də. Gözə Əlbəttə, gəlimli hə. bayaqları potuq adı da temadır. Potuq maraqlı görsənir. Elə bir ayıdır. Ha, onlar cüsə düşmür bu heyvanlar. Onlar heyvanlar elə belə nətə deyim, həyat qorumaq üçün qalırlar. Aha. Amma bu heyvan cütə Hə, düşür. normalda üstə salmır. Hə, bu Gəl var, gəl. Dişiyə bax, dişi imkan vermir ona. Ümumiyyətlə Talib, səndə küçüklər hansı civarda olur qiymət cəhətdən? Hal-hazırda satışda bu dəqiqə varmı? Bu dəqiqə qardaşım bir dənə küçüyüm var. Aha. Erkək küçüyüm var Mhm. satışda. Yəni 2 ay tamam olmur. 2 dənə də bu dişiləri istəyirəm ki, satam. Satacağam inşallah. 2 dənə bu dişiləri, Hə. bir də erkək küçüyüm var. Hə, biraz Erkək yağış küçüyü göstərərik indi çəkilişdə. Hə, göstərərik. zəhmət olmasa. Hə. Dişilər üçün qiymət nədir? Məndə evi standart qiymət olur qardaş. 800 manat dişilər, 1000 manat erkəklər. 800 Yəni, manat hə, dişilər, 1000 manat Hamı erkəklər. üçün eynidir. Aha. Deməli 800 manat dişilər, 1000 manat erkəklər. Onda zəhmət olmasa əlaqə nömrəvi de, mən orada yazacağam. Həm ekrana belə denən, həm də altdan yazı ilə gedəcək. Denən zəhmət. 050 435 51 11. 51 11. Səhifədə də olacaq. Yaxşı, hə, qeyd eləyəcəm onu. Bəs yaxşı, Dox Azərbaycan adından sənə zəng eləsələr ki, qardaşın kanalında gördüm, zəng elədim ki, səndən küçük alım. Hörmət eləyəcəksən onlara. Onlara ancaq mənim hörmətim ola bilər ki, uzansınlar kürəklərini tapdıyım. Yəni dişi kiçiklərə Dişi hörmət kiçiklərə. olur. Hə, erkək yəni adətə çox yaxın uşaqlar da belə bilir ki, yəni mən erkək kiçiyi bir qiymətə satıram. 1000 manat. Başa düşdüm. Digər müştərilərin inciməsin deyə. Hə, yəni mənə qaba bu yaxınlarda elə tanış Aha. qardaş var. Zəng eləyib demişəm 1000 manatdır. Bəlkə də məndən küsüb. Aha. Yəni özü də bilir ki, mən kiçiyi nə qiymətə satıram da. Aha. Siz bilirsiniz ki, mən hər dəfə çalışıram ki, sizin üçün qiymətdə ustupqa qazanım, amma görürsünüz ki, Talib qardaş deyir ki, yəni məndə standart Hə, qiymətdir. yəni ki, dostlar, Xətir tanışa. hörmət söhbəti də yoxdur. Yəni ki, bunun qiyməti budur. Var, bəli, belə insanlar var Yəni ki, Şamaxıya deyir ki, yəni gəlsin. budur. Aha. Kimliyindən asılı olma, gəlsin Şamaxıya. Aha. Yəni candan başla, mənim qulluğumdadır. Bir çətinlik olsun, ya yol keçsin, fərqi yoxdur. Nə lazım olsa nömrəm də var. Mən həmin adamın qulluğundayam. Yəni Aha. özü küçüyün qiyməti yəni standart. Dəyişir. Yəni dəyişilməz. Dişi küçüyü də yenə olar, özü erkək küçüyü hə, yəni standart qiymət. Çünki azdan çoxdan da bilirəm ki, səndə maşallah deyək qalmır. Yadımdan çıxdı ki, Hə, biraz diqqətli adamcıldır. ol. Hə, hərdən olur çəkiliş əsnasında. Hə. Bilirəm ki, səndə küçük qalmır. Bu yaxınlarda səndən soruşanda da zəng eləyəndə də dedin ki, qalmayıb. Qabaqcadan. Hər nəsə ki, qabaqcadan rezervlə. Siz də əgər bu gördüyünüz itlərdən belə deyək, bala istəsəz, Talib qardaşla əlaqə saxlayın. Talib düşünürəm dəyişək, həm də adamcıldır. Dəyişək, digər itimizə keçək. Biraz ehtiyatlı ol, yəni Hə. baxışlarına. Gəl get düş. Gəl get. Bir də saxla. Hə, Talib. Bu adamcıldır. Yox, bu da bayaqki Bosun qardaşıdır, adı Şirxandır. Bu da 1 yaş 8 aylıqdır. Barxanın oğludur. Barxanın oğludur. Bosun qardaşıdır, düzdür? Bosun qardaşıdır, 1 yaş Aha. 8 aylıqdır. Hə, bu da Amma atletik quruluşu var sənə deyim. hə, bunları elə bil Duruşu, Hə. xüsusi bir duruşu var. hə, bunların hə, gözəl. Rənglərdə bunların mən xoş bu rəngləri bəyəndim deyəndə ancaq qara rənglər Yox, saxlayıram. özünün, sırf özünün bir qəşəng atletik quruluşu var. Hə, çünki hərəkət edir. Yəni daha kletkada qalmır. Hə. Yəni istəyirsən ki, itin yaxşı olsun, həm formada olsun. Əlbəttə. Həddindən əlbəttə. artıq kök Xüsusən saxlamaqda ağır məsləhət deyil. çəkililiklərdə, Hə. Əlbəttə, açıq. Bir də ki, Bəli. hərəkət eləmək 100%. Ən azından gündə heç olmasa bir 2-3 kilometr gərək gəzə. Yəni açıq ərazi varsa orada da səllimə. Bosna eyni pokoleniyadır, yəni eyni doğuşdur. Hə, eyni. Eyni Bir atanın, doğmuş. bir ananın balasıdır.
onda təxminən 1 yaş 1 yaş 8 aylıq. Hə. Da bayaq dedim səhv. Gözəl. Amma mən deyim ki, bu rəngdən daha çox xoşum gəlir Çem Bosun rəngindən. Demək olar ki, qardaşım, bunların Zövqlər müxtəlifdir. Rənglər də dəyişilir ha. Bir də görsən olur zil qara. Yəni zil qara. Məsələn, qış aylarında dekabr, noyabr, dekabr, yanvar, fevral bu aylarda olur zil qara. Əlini deyəsən nəyəsə batırıb. Ayağın əzib. Hə, əzib ayağı. Hə. Orada kletkada saxlayıram indi. Oradan Özdə elə bir vaxta gəlmişik ki, əziz izləyicilər, tükün tökən vaxtı, hələ yəni sağ olsun, tökən vaxtı, yəni sağ olsun iki gözlə tüklərin dəyişsinə qutarsınlar gələrsən. Yəni tükün dəyişəndə heyvanlar aybəcər görüşür. Bəli, əlbəttə. Amma hələ ki tam tökməyiblər, yaxşıdırlar. Hə. Dırnağı bərk olsun, ay Talib. Sağ ol qardaşım, sağ ol. Dəyişək. Yaxşı. Dəyişək itimizi Talib. Təxminən düşünürəm ki, 70 kilo civarında olar. 70-75 kilo çəkisi var, hələ kiçik idi. İnşallah yəni çəkisi artacaq. Elədir. Dəyişək. Dişidir. Sakit. Bu da adam. İnansan. Çəkdin o kadrı Nihat. Hə, əla. Yəni Şeydir. Dediyin dişi budur. hə bu Barxanın qızıdır. Barxanın qızıdır. Hə 3 yaşı var. Hə, hələ çalışdığım qədər bunları qoymuram adamsız olmağa. Öz istəməz. Hələ orada gələndə hələ çalışırsan. Hə, tapşırıram gələndə ki, yəni olmaz. Özü yəni bunlar yox. İtdə də bir psixologiya var da. Yəni sən oradan iplə gəlirsən, burada da külfət yığılıb, bildin nətə o fikirləşir ki, söhbətə gedirik deyəsən, nəsə var. Bu da gəlir. Deməli 3 yaşı var. Barxanın qızıdır, düzdür? O 3 yaşı var. Deməli Bosgildən böyükdür. Bir partiya qabaqdır. Sən ara verirsən, nə qədər ara verirsən? İldə bir dəfə. İldə bir dəfə cütləşdirirsən, düzdür? Yəni ildə bir dəfə çalışıram bala versin. Yəni əslində 2 dəfə bala verirlər. Bəli. 2 dəfə olanda biraz yayazada düşür, sonra yaylığından savayı yəni o fikirlə razı deyəm ki, məsələn yay kiçik zətdir. Yəni o fikirlə razı deyəm. Hal-hazırda boğazdır bu heyvan. Amma o 6 ay periodun birini buraxmaq lazımdır. Buraxıram, bu mütləq. Çünki məndə dişi çoxdur, 8-10 dənə dişi var. Yəni çalışdığım qədər məsələn birim buraxıram da. Gözəldir, 3 yaşında. İldə bir dəfə. Dişi olaraq yaxşıdır. Yəni bunların adamçıl olmağı mənə sərf eləmir. Yəni bala verəndə mən bunların altında, ananın altında saxlamıram. Yəni aqressiv olduğuna görə biraz tapdıyırlar, sonra bir səs eşidən kimi durub qaçırlar, qalıb ayağının altında tələf olur. Siz yəqin ki, izləyicilərimiz də görür ki, tüklər yapıxıb. Çünki yağışdır, dəyişir, yağışdır, palçıqdır, tüklər yapıxıb. Biraz mən itin kosmetikasına fikir vermirəm də. Yox, mən səni günahlandırmaq üçün demirəm. Yəni faktiki olaraq hava şəraiti budur, bilirsən? Yəni həm tökür, həm hava şəraiti budur. Ona görə yəni belə də olmalı. Prosta izah edirəm ki, yəni oradan biraz cılız görsənə bilər, bildin nə demək istəyirəm? Buradan görsənir də ən azından cüssəsi. Telefonda ümumiyyətlə heyvan balaca düşür. Bəli, 100%. Adı nə dedin? Bunun adı qardaşım Şeri idi, Şeri. Özü fikirləşirəm ki, dəyişəm. 3 yaşından sonra inşallah. Hə, çünki Şeri deyəndə baxmır. Baxmır. Hə. Belə deyək, çox ünsiyyət qurulmayıb da, belə deyək, adı ilə bağlı, ona görə. Hə, yəni yanına girilib, yemək verilib, su verilib, amma ad cəhətdən çox kontakt bağı qurulmayıb deyə, ona görə də elə olub. Yəni normaldır. Çox it olduğu halda bəzi hallarda təbii ki, normaldır. Amma daha başqa cür ola bilər. Elədir. Bala almısan Şeridən deməli. Neçə dəfə? Təxmini 2 dəfə. 2 dəfə. Hə. Təxmini 2 dəfə. İndi 3-cü partiya boğaz. Yaxşı balalar verirmi? Yəni göz qabağındadır. İndi göstərərəm. Onun balalarından balalarını, bunun balasının balası var, indi göstərərəm. Balasının balası. 3 nə? Əla. Onda düşünürəm ki, keçək digər itlərimizə balalarımızı da göstərərik. Yaxşı. Gedək.
Bunların yemeğinden yiyir. Bir gelendi. Aha. Sonra bir bak, yok bu yok. O Gel. başkadır. Gel git. Sonra Barkan'ın yanına gitti. Barkan o sattı oğlanı öldü. Gel. Ha bu da küçüğüydü. Bu da hamile. Bu da Barkan'ın balığı. Qızıdır. Kızı da, Hə, Talib. Mənim qardaşım bu 1 yaşındadır. Aha. Hə, bu kiçikdir. Aha. Hələ belə gətirdim ki, bu da təqdim eləyək. Biraz tükün dəyişir, daramışam, demək olar tükü qalmır. Hə, Amma- normal. Çox xoşladığım bir parodiyadır. Yəni bilirsən nətər? Aha. Yəni, bu o cinslərdən biri var Rasiski, biri var Gürcüstan. Aha. Gürcüstan sotu. Bu Gürcüstandır. Bu Gürcüstan liniyasıdır. Liniyasıdır bəli. Barxanın qızıdır, amma anası Anası başqadır. hə Gürcüstandan Gürcüstan gəlməydi. liniyası. Hə. Yəni bunlarda boy çox elə hündür olmur. Aha. Biraz qalın olurlar o birki liniyaya baxanda. Hə, sakit. Nə oldu sənə? Nə oldu sənə? O əlimizdə turbaz adı görür. Deyir, bunlar nə çəkir burada? Bunu şeydir, o metroda söhbət var. Bu nə də çəkir? Bu da evvel adamdır. Yadva gəlir, dəhşət adam. Bir yaşı var deməli. Hə, 1 yaşı var. Bəs bunun anası buradadır? Yox. Burada deyil. Bunun anası hə ölüb. Ölüb? Hə, yaşlaşıb ölüb, yaşlandı Hə, ölüb. yaşlı idi. Hə, sakit. Özü ən çox xoşladığım yəni itim bu da. Akras yoxsa? Yox, rəng baxımından qaraxoş deyirəm. Aha. Özü bu indi inşallah gələn partiyaya gəlsin bir dəfə bu çox qalın bir diş olacaq. Yəni bir dəfə bala versin. Aha. Hə, həm də ki bunun tükləri görsən fikir versəm daramışam. Bir şey qalıb, dəyişib bu şey demək olar. Ölü tüklərini götürmüsən Hə, demək olar. Amma sən demiş bu boyu aşağıdır. Bunun boyu balacadır, hə, 70 zad olar boyu. Bəlkə də daha aşağı olar. Xətkeş hara getdi xətkeş? Uzağa getdi. Dedi gətirsinlər. Deyirsən elə belə get. Nihat orada mənə belə yaxın get itə, yaxın get. Hə, gördük də bayaq yaxın gedəndə nə oldu? Görmürsən, hərdən coşur. Kollarına, peki kollarına. Biləklər. İrid. Dəyişək yoxsa boyun Yox, ölçək? qoy gətirsin boyunu bir dənə ölçək. İtə hürür o. Hə, itər, itər. Kadrı aç kadrı. Aç kadrı. Dediyim kimi tüklə 70, tük yatızdırılsa Təxmini bu olacaq inşallah 75. 68. Bunlar olacaq inşallah Tük qalxır, tükdən 70 neçədir? 68 oturur. inşallah 75 olacaq bunun boyu. İnşallah. Ver mənə. Qoyun bura. Durnağı bərk olsun. Sağ Dəyişək, ol. Talib. Dəyişək. Gəl. Qar. Oy, qəşəngdir ya. Keçir. Qəşəngdir. Hə, də sən İlan. Gördüm abi buraya burada. Gördüm abi. 50 topalaşıp verirler. O girdi meğer ki bak böyle bir şey yok. Aha. Boynunun altından vurmuşdu da. Nə oldu bəs? ilan vurmuşdu. Yəni ilan damara düşməyəndə öldürmür axı. Yəni çox vaxt iti ilan Kurban eti yedi bu kurbanı. Nihat, yaman dəyişdin kadrı. Elə bildin üstümə gəlir. Aha. Türkiyə gedir. Bunlarda ürmək söhbəti yox. Hara gedirsən get, Türkiyə getmə. Şeydir. Hə Talib, keçək. Deməli, əziz izləyicilər, Talib gətirə-gətirəkdi. Talibin atası. Adınız nə oldu? Əsəd. Əsəd. Əsəd dayı dedi ki, bəs
Bir dəfə ilan sancmışdı onu. Adı nədir Talib? Bunun adı Jack. Jack. Hə, Jack'i ilan sancmışdı, amma şükürlər olsun ki, tələfat olmayıb, hər şey qaydasındadır. Aha. Neçə yaşı var Jack'in? Qardaşım bunun 1 yaşı var. 1 yaş, 1 aylıq, 1 yaş, 2 aylıq. Hələ əni idi. Yox, üzr istəyirəm, 1 yaş, o 2 yaş. 2 yaş. 2 yaş, hə. Aha. O birlə qarışdırdım. 2 yaşı elə bil aprelin 19-u tamam oldu. Bunun bir qardaşı da var məndə. O David, onları sakit elə. Hə, bir qardaşı da var. Onun adı Barbosdur. Hadi mərifətimiz qalacağınız olsun. David, oy tut gətir bayına, o sakit olmayacaq. Bunu verərsən kadra ilə. Hə. Dayanma. David, oy tut gətir bayına. Oy. O dayanmayacaq, nə qarsan dayanmayacaq. O təzə gələ bərək, o tanımır. Çox gözəl bu yemdir. Qardaş, bu Hə, Talib. Deməli, sənin Valkadavın. Valkadav, hə. Aha. Yəni gözümüzü açandan bu it cinsindən olub bizdə, yəni bizim Şamaxıda. İndi biraz biri var yerli qurdubasar, biri var Valkadav. Belə göstərsən eyni şeydir. Bəli, tərcümədə eyni şeydir. Bəli. Hə, yəni bu Valkadav deyəndə, yəni Valkadavın biraz qanına əlavələr olub. Bəli. Bir məsələn yerli ilə biraz ağzı bunlarda böyüdü. Sonra gözlər sallaqdır. Yəni özü belə ümumi belə götürsək elə yerli cins gedir də. Yəni bizim təsərrüfatların yəni şahı. Qanabaraq yanımdır. Hə, həm aktiv olur bu heyvanlar. Bəli. Hə, bir nəsə qovanda eləyəndə. Sonra bir də ki istiyə soğuqda yəni dözümlü. Hə, bizim bu dağlarda zətdə bunların rolu böyükdür. Və sən artırırsanmı onu, yoxsa Yox, bunları düzün desəm qoruyub saxlayıram. sadəcə Hə, qoruyursan? öz həyatımda bu cinsləri qoruyub saxlayıram. Neçə dənədir Valkadavın təxminən? 2 dənə, 3 dənə erkəkdir, 2-3 dənə də dişi. Yəni məsələn balası olanda demək olar ki satılmır. Belə məsələn təsərrüfata zada, məsələn Nadir qardaşımın təsərrüfatında zadında, yəni bunun balaları, sonra Əmircan var bibim oğlu, onun təsərrüfatında, yəni bunlar İstifadə balalardır, bu qanlardır, hə. Yəni çox aktiv heyvanlardır da bunlar. Ümumiyyətlə Talib, nə ilə qidalandırırsan? Çox vaxtı ətlə. Çiy. Çiy, bir şey Çiy adətən bəsləmə. doğmuş heyvanlara, süd verən heyvanlara bişmiş verirəm yeməyi, qidası. Aha. Özü belə məsələn subaydır ya erkəklərdir, demək olar çiy. Məsələn toyuq ətidir, quzu başıdır, quzu qarnıdır, adətən mal ətidir. Qurd dərmanlarını da periodik verirsən. Hə, qurd dərmanları da hamısı olunur. Gözəl. Deməli özünü də olmasa balalarını təsərrüfatda Hə, istifadə edirsən. təsərrüfata yaxın uşaqlarda var balaları. Aha. Özlərini necə göstərirlər? Yaxşı. Hə, yəni özlərinin dediyinə görə çox super ha. Yəni 2 dənəsi, 3 dənəsi. Hə, yəni qurdun quşun da döşündə dayanır bu sort. Adamcıllığı yoxdur onun. Demək olar yox. Yəni həyatda saxlayanda olur. Aha. Hə, özü məsələn heyvan zadı qırağında yox. Fikir verdiniz mənə necə baxdı, taxtaya. O birisi də şeydir, hayaqda, Nihat, o səni aparacaq. Bunların çoxu, O Nihatı həqir. Hə. bunların çoxu baş görmür deyənlər. Aha. İp, Boyun bağı, boyun, hə. aha. Biz var baş Elə belə görür. bunu Təxmini 85-dir. Tərsinə tutun. bir də əlvi qoy, o sümüyünə, biraz qabağa. Bu tərəfə. Aha. 82. 82, hə. 82, 83. Hə. Bu cavan heyvandır. Aha. Çox xoşuma gəldi. İndi belə birdən ki belə topa adam görmürlər. Aha. Hə, biraz belə qısılır. Mən indi belə ölçürəm. Bu Hə. yəni nə üçünsə deyil, sadəcə olaraq insanlara maraqlı olur ki, boyu nədir, yəni Çəkisi də necədir? 70 kilodan ağırdır. 70 kilodan Hə. ağır. Sadəcə olaraq səhv eləmirəmsə, mən üzrü sayını, mənim beynim gedir, o qədər it var ki, beynimdə mənim. Adını səhv eləməsə demədim. Jack dedim. Jack dedin, Jack, hə. Atasının adı Cekdir. 2 yaşı tamam oldu. Keçən dəfə bir qardaş yazıb ki, şeydir, aparıcının yaddaşı deyəsən quruyub deyib. Eyni sualı 2 dəfə verib deyirsən. O bu qədər it var, mən necə yadımda saxlayım? Gözəldir, Talib, dəyişək. Əziyyət verməyək. Yaxşı, gəldik.
var, tutay. Tutay. O biraz baraj oldu geçmiyor. Son kimin? Hə, Talib. O, bu Qardaşım, Kim bunun da boksera adı oxşuyur bu? Barbos'u. hə. Barboz. Barbos. Hə, bu Aha. Cek'in 1 yaş böyük qardaşıdır. Cek'dən 1 yaş böyük. Bu Bakıdan gəlməyib sənə? Yox, yox. Bu Balacaqdan səndən. hə, yəni öz itimin Hə, balası. Barbos var idi bir dənə ona görə. Yox, elə Amma belə o- ad qoyub bacım oğlu Aha. qoyub, belə bacım oğluna vermişəm. Aha. Hə, Davidin də bu. Yəni prosta mənim həyatımı da saxlayır da. Hə, yəni çox yaxşı heyvandır. Cek'dən 1 yaş böyük, 3 yaşında bunun tamam oldu. Aprelin 11-i. Amma qardaşıdır da. Qardaşıdır. Bir atanın, bir ananın balalardır. Anası da bunun məndədir, doğru. Aşağı yuxarı eyni boydadılar. Yox, o bundan mənə elə gəlir biraz hündürdür. O bundan. Hə. Qoy mən bunu qoyum, baxırlar əlimdə nəsə var. Yox, kiçik Elə oynayır, bir oynayır. çomaq zat. Atletik vəziyyətdədir. Hə, bunlar həddindən artıq atletik olurlar. Təsəvvür elə ki, 3 metrəlik zabora tullanıb, üstündən pişik zat keçəndə elə bir o tullanıb çatırlar. Olsun. O görə deyirəm ki, yəni təsərrüfatda qurda quşa qarşı yəni çox xoşuma gəlir bunlar. Rolu böyükdür. Yəni Biboğlu orada deyir ki, yəni bunların əlindən yəni o vəhşi heyvanlar bir də qaça bilmir. Yəni çatırlar. Amma deyirsən ki, normalda yəni bir-iki dəfə balalatdırsan da tələbat olmadı. Tələbat olar. Özüm istəmirəm bunu, düzün desəm. Qanunu Məsələn, yaymaq. kimsə istəyir ki, məsələn, dişisi var, dişidir, gətirir, məsələn, cütə vurmaq, o problem yoxdur, gəlsin. Özü, məsələn, bu cinsin atası, bu cinsin anası məndən elənçinə satılmır. Hə, başa düşdüm. Məsələn, Şamaxıdan kim gəlibsə, rayondan, bizim rayondan, kim gəlibsə cütə vururam, problem yoxdur, gəlsin vururum. Özü məsələn, İkisini gətirəndə cütə vurursan, amma səndəki ata-anadan bala vermirsən. hə, yəni verərəm tanış uşaqlar, tanış təsərrüfatçılara ki, aparıb saxlayan adama. Yəni belə aparsın həyətində zəncirdə eləsin. saxlasın, o yox, elə yoxdur. Təbii olaraq, yəni bir çox insanların, itbazların, yəni öz fikirləri var, minenyaları var. Yəni təbii hörmətlə. Çünki aparıb məsələn 1 metrəlik zəncirdə saxlayır. Əlbəttə, Hə, əsla. yəni nə boyu əsla elə çıxmır, şeyin sonra tərəfdarı deyiləm. baxımsız vəziyyətdə məcburam gedib həyatında bu tanış uşaqların yəni it üçün yuva tikmək. Yəni inanırsan, bir dostum var Fərid adında. Yəni, bir dənə it vermişdim, gedib o həyatında yuva da tikmişdim hələ itə. Allah canlı saxlasın. Sağ ol. Var olasan Talib. Düşünün, var yenə etimiz, dəyişirik. Var, çoxdur. Dəyişək, hə, getdik, Yəni dəyişək. təxmini bir 3-dən 1-ini gətirirəm də. Doğru da. Hə. Kötüydü ha. Sən bunları hardan tapmısan ay Talib? Hamısı kötükdür. Elə bir gələndə kötük gəlir. Adı nədir? Bunun adı Ural. Ural. Hə. Bu Nadir qardaşımın heyvanıdır. Burada elə bir yerdə saxlayırıq. Aha. Hə, sırf yerlidir bu. Deməli yaşı neçədir? Yaşı təxmini 4-ə ücə çatır. 4-4 çatır. O balalıqdan sizdə olub, bu da Yox, bu balalıqdan olmuş. sonradan gəlir. Sonradan gəlib, hə. Təqdim eləyə bilirsən videodan görüntüsünü. Yox, o cəhətdən demirəm. Yəni görünürmü ekranda ki necədir? Öyrənməyiblər axı bu oyunluqları deyir. Hə, bu çox Boynuna boynada mən gəzdirilmir. dəm istifadə eləmirəm deyənə. Aha. Gəl bura. Bu saxlamaq biraz da çətindir.
Təxminən neçə kilo olar? Mənə elə gəlir ki 70 kilodur. Kökələndə çox olur. Hə, belə bu heyvanlar qıraqdan belə yüngül görüşə Dediniz bilər. bu təmiz yerlidir. Təmiz də olmasa, özü yerliyə mənim ən xoşladığım rəydə qızıl ağzı qara. Aha. Hə, inşallah bu sortu artıracağam. Qızıl ağzı qaranı. Ağzı qaradır ki, Hə, yüngül qaralığı var. yüngül qaralığı var. Hə, yəni özü təmiz qara olsa o vəbşey qəşəng görünər. Gözəldir. İndi tükün töküyüb deyənə Ha, daramışam. görürəm. Hamısı itlər tükün dəyişir. Dəyişən vaxtı da Əziz izləyicilər, mən bu yerdə, yəni belə deyək də, itlərin sayı çox olduqca nəsə bir belə deyək, danışdırmağa bir sual olmur. Boyunu soruşursan, çəkisini soruşursan, ha fikirləşirəm ki, mən əlavə olaraq nə sual verim Talıba, nəsə bir sual tapa bilmirəm sənə vermək üçün. Bu it haqqında nəsə danışacaq bir mövzun var, ay Talıb. tamaşaçılar inşallah danışar bu it haqqında. Yəni bu İnşallah. bizim təsərrüfatlarda bayaq dediyim eyni cins deyil onlarla. Aha. Oxşar cinslərdir. İndi nəsə qarışığı olar yəqin. Yəni bu da təsərrüfatda yəni çox mühüm rolu var bunda. Ümumiyyətlə hansısa itlərdən hansısa bağlı maraqlı bir hekayən varmı? Olmuş hadisə. Maraqlı hekayəm mənim qardaş Nadirlə çox vaxtı bunlar güləşirlər. Güləşirlər. Yəni bu itlərimin Qafqazların demək olar hamısı Aha. ilk dəfə Nadirin sınağından Nadirin keçir. sınağından keçib adamçıl olurlar. Nadir olar sənə də çəkər? Yox, hə, yox, Nadir istəyir. Təxmini Aha. 8-10 ayından sonra Aha. Nadir gəlib diaqnoz qoyur ki, qardaş bu itin ucu adama ucu əyri baxır. Aha. Hə, yəni bundan ucu ehtiyatlı Onu olur. adamcıl eləyən şey Nadirdir deyirsən. Hə, hamısını adamçıl Bir də olur. əmi nəsə demək istəyir. Ha canım. O da gəl çıxır Nadir o divarın üstə ora görsən. Çək o divarı çək. Aha. Həyata düşə bilir. Aha. Gəl çıxır ora bilirsən, görsən itlər yürüşür. Bir dənə dayan əmi, birdən səsin getməz. Necə? O hasara çıxır. Deyirəm ki, Nadir öz uşağımız gəlir, Aha. Talibin işi olanda gəlir çıxır o divarın üstə. Aha. İtlər buraxmırıq həyata gəlməcə. Görsən itlər hürüşür. Bilirsən ki, kimsə gəlib çıxıb, görsən ki, Nadir də oturub divarın üzrə. Qızışdırır. Hə, qızışdırır. Ya qızışdırır, ya nəsə itlərə daş atır. İtlər də buraxmır həyata. Ona görə itlər o heç vaxt bağışlamayacaq. Onunla barışmırlar. Qafqazlar. Açansa tutacaqlar. Qafqazlar. Qafqazlar indi bir gördünüzdən ağardı bir Aha, hücum. hə, Ha, o dünyasında o bağışlamaz. İndi sən Bak, daha açansa vapşe keçəcək onların Vapşe caynağına. qorxurlar, çıxırlar ikinci mərtəbəyə, oradan sözlərini oradan deyirlər. Allah can sağlığı versin. Maraqlıdır, həqiqətən. Hə, hə, gətir. Gətir. Düşünürəm ki, Talib, dəyişək. Hə, baş üstə. Dəyişək. Keçək indi Valkaravların dişisinə. Hə, nə deyirsən keçək qardaş. Mən sənə görə gəlmişəm Ha, bura. Nadir buradan Nə gətirərsən. göstərsən çəkək. Hə. Yaxşı. Saxla. Demək qardaşım bunun adı Doradır. Aha, 2019 küçüyü idi. aha. Elə bir 6 yaşı var, 7-dən gedir. Mhm. Cekin Barbosun elə bir anasıdır. Hə. Hə, 70 Birinci iki Valkadavın hə, anası. birinci iki Valkadav Ceklə Barbosun anasıdır. Hə, 70 plus çəkisi olub həmişə. İndi prosta təsərrüfatda idi bu heyvan. Çəkişlə bağlı gətirmişəm həyata. Aha. Yəni təsərrüfatda da heyvan kök vəziyyətdə olmur. Hə, 70 plus çəkisidir. 85 də belə boyu olub. Yəni dişiyə görə çox ideal bir dişi olub. Ha, indi prosta yaşlaşır. Yəni yaşlaşanda heyvan balacalaşır. Dəqiq 6-dır Talib. Elə bil 6-dan çoxdur yaşı. Ya mənə elə gəlir. 2019 küçüyü idi 100%. 2019, 7 ildə 2021-ci ildə Aha. 2020-də dostumda birinci qarına bala verib, 2021-də məndə ikinci qarına Hə, bala. onda ücə 7 ildir. 7 yaşı var, hə. 7 yaş. Hə, ildə bir dəfə bala verir. Çox da bala verəndə eləmi? Maksimum 4 dənə küçüyü olur. Əmi deyir ki, maksimum 4 dənə küçüyü olur. Bəs yaxşı, küçüklərindən razı qalırsan əmi? Küçüklər bir göstərdiyi çək düzə bax, Aha. onlar baxıb görürsünüz necə küçüklərdir. Çox yaxşı küçüklər olur. Təsərrüfat ürünləri da bunlar ancaq təsərrüfata yararlıdır. Hə də. Apar qoyunla, quzu ilə, aparla yanında elə heyzə bilən 5 dənə canavar gəlsə onun döşündə duran itdir bu.
Yəni qabağından Ha, qaçmaz. qabağından yəni dökür. Düzdür, yəni bacarmasa da qaçmaz. Yox, yox. Özün məhv elətdirər ancaq bir dənə qoyun verməz. Çox ürəkli itdi demək ki. Həqiqətən də yəni verdiyi balalardan, yəni o birinci, ikinci Valkadavı nəzərə alsaq, yəni göz qabağındadır ki, görünüşləri falan necə deyərlər. Amma dişi olaraq da çox gözəl dişidir, razılaşarsınız deyə düşünürəm. Hə, Nihat? Dişi olaraq, yəni düzdür, indi hal-hazırda anlayıram indi arıqlayıb falan, amma sümü, skeleti, quruluşu, hündürlüyü, hamısı necə deyərlər, özüdür. Plus akrası, xüsusi bir akrası var, yox? Rəngi də qəşəng. Rəngini deyirəm də elə. Dizayn. Dizayn. Nə görmüsən? Hə, Ha, o da it görüb, bombasıdır. it görüb. Məncə talıb. Dəyişək, digər itimizi göstərək. O bomba Mən əminəm ki, bunun cavanlığı olub. çox super. Yəni O, Yox, yox. Dora, get. Dora. Tanıyır ha o. Ha. Şey, gözəldir. Gözəldir, gözəl. Gəl, gəl, gəl. Necə əsəbləşir? Hara gedirsən talıb? Olmaz Dora. Ey, anasıdır. Dora, bu da kızıdır. Jack'ın bacısıdır. 3 yaşı var onda. Yox, 2 yaşı. Bunların 2 1 yaşı. yaş 8 aylığın qarşı. Yox, yox, yox. Bu Jack. Valkadavın. Ha, Valkadavın. Aha. Qafqazlar idi. Başım getdi. Şeydir. Ya bunun 2 yaşı oldu. Aha. Ha, anası Doradır. Atası, Qardaşı da Jack'dir. Qardaşı da Jack'dir. Aha. Yəni bir qarın da, yəni. Aha. Özündən 1 yaş böyük qardaşı da Barbos idi. Aha. Ha, prosta bu balaca vaxtı. Hə, Dora get. Balaca vaxtı bu maşın vurub, o görə biraz balaca qalıb. Balaca vaxtı maşın vurub. Hə, maşın vurmuşdu. Hə, qıçı buradan sınmışdı. Sonra Balaca vaxtı yəni nə qədər qıy olardı? 3 aylıq, 4 aylıq. Vay vay vay. Hə, elə bil gözləməmişdi. Şükür yenə çıxmışdı. sağ qalıb. Hə, çıxmışdı yola, maşın vurmuşdu. Hə. Apardıq, əməliyyat elədilər, sağaltdılar. Hə, boğazdır bu. Hə, hamilədir. Hə. Dora get. Bəzən də şeydir, hamilədir deyirsən, deyirlər qaqaş hamilə insan olur, o nə sözdür deyirsən. Biz nəsə düşmənçilik eləmirik ki, sözdür, boğazdır. Boğaz da. Heyvan dilindən desək boğaz. Hə, heyvan dilindən desək boğazdır. Dora, hə da. Çoxdandan da görmürdü yəni. Həm də ki da indi balası olub, saxlayıb bu. Ya bir həyətdə olublar, indi Deməli Talib dedi, bilmirəm bildiniz, bilmədiniz. Deməli Doranın o bundan əvvəlki göstərdiyimiz Tigrovu deyək də elə görsənir. Yaşlı 7 yaşlı itin balasıdır. 3 yaşı var. O 2 yaşı var. Bunun 2 yaşı var. 2. Bayaqki Valkadavların da bacısıdır. Belə deyək. 2 yaşı var. Bu necə bala verir? bir dəfə bala verib, yaxşı bala verib. Çox verir, az verir, keyfiyyətli verir. Bu da anası kimi 5 dənə bala vermişdi. 5 dənə? Hə, anası 5-4 dənə bala. Çox elə vaxt olub ki, bir dənə də bir bala verib anası, bir dənə. Adətən, həqiqətən az bala verən heyvanların balaları moşn olur, iri olur. Hə, bu həm də Valkadavlar ümumiyyətlə bala verəndə iri bala verirlər, Qafqaza baxanda. Qafqazlar çox balaca bala verir. Nə deyə bilərsən bu barədə? Akrası da qəşəngdir rəngi. Super rəngi var. Fikirlərinizi mütləq şəkildə rəylərdə bildirin, mütləq şəkildə. Və əlavə olaraq abunə olmadan baxan izləyicilərimə səslənirəm ki, zəhmət olmasa orada abunə ol düyməsini mütləq şəkildə vurun, zınqrov işarəsini vurub həmişə sizə məlumat gəlsin ki, yəni video yüklənilib və girin baxın. Mütləq şəkildə də əziyyətə
təşəkkür olaraq heç olmasa bir dəfə like işarəsini basın ki, yəni bizim də belə deyək, videolarımız baxılsın ki, biz yenə də motivasiya əldə edib digər itləri olan şəxsləri çəkməyə gedək. İlk dəfədir ki, Bakıdan kənara, yəni rayona gəlmişik çəkilişə. Düşünürəm ki, bundan sonra daha çox olacaq, ardıcıl olaraq gedəcəyik çəkilişlərə. Talib, telefona cavab ver, itimizi dəyişək. Çək. Qucağında saxla Talib. Bunlar təmizqan Qafqaz ovçarkalarının balalarıdır. Qafqaz çobanının. 70 günlük, ata eynidir, analar fərqlidir. 70 günlük, 60 günlük. 70 günlük, 60 günlük. Bəli. Ay sağ ol. İkisi də erkəkdir. İkisi də erkək. Yəni çox idi. Bunların atası Barxan. Barxan, Aha, analardakı fərqli dişilərdir. fərqli dişilər. Biraz ağırdı saxlaya bilmirəm. Hayır, Kamerada evet. biraz balaca düşürük. Düşünürəm Təxmini? yox, normal. Yəni zaten indi bədən Təxmini mənə gəlir ki, biri 15 kiloya yaxındır baba. 2 aylıq küçüklər. Bu özüm üçün saxlayacaqdım bu. Aha, Ha, bu küçük uzun küçüydü, fikir versən. aha, Ha. Elə oldu bir qardaş təsərrüfata görə istədi. aha. Daha dedim zərər yox, gələn partiya özüm. Hə bu də küçüyü çox özünün əlindədir də, hə? Ha, bu küçüyü çox bəyənirdim mən. Aha. Uzun küçük oldu. Ümumiyyətlə uzun heyvana mən üstünlük verirəm. Nəyə əsasən? Sadəcə zövqmü yoxsa? Yox. Hə. Həm çəkisi ağır oldu uzun heyvanın. Həmi bağışda arxam sənədir. Həm çəkisi ağır olur. Aha. Həm də ki boyu zadı biraz hündür olur. Belə, yəni vid baxımından da qəşəng görsənir. Hə, bax, fikir ver. Bu küçük uzun küçükdür. Doğulan günündən fərqlidir o birki qardaşlarından. Bəs mən individual olaraq hamıya sual verirəm də, yəni ki, küçüyü seçəndə sənin fikrincə necə seçmək lazımdır? Bilirəm, bir çox hallarda deyir o sır vermirlər, amma ümumiyyətlə mən misal üçün belə götürəndə, sənin qucağında görəndə soldakı küçük daha mənə qəşəng görsənirdi. Göz 70 günlük olan. Bəli, daha qəşəng görsənir, daha böyük görsənir. Amma sən deyirsən ki, mən tərəfdən sağdakı küçüyü özünə saxlamışdın. Yəni bunu necə izah edərsən? Yəni mən o izah eləsəm də, düzgünlüyünü desəm də, o gələn adam iri küçüyü götürəcək. Yəni Düz. əziyyət çəkməyinə dəymir. Dəymir, hə? Burada bir dənə küçüyüm olub. Aha. Çəkin də o balacalar, çəkin. Aha. Bir dənə küçüyüm var idi. Hə. Kim gəlirdi, məsləhət görürdüm ki, qardaşım yaxın uşaqlar Bunu küçüyü götür. Hamı elə bilirdi ki, mən o satmaq niyyəti ilə deyirəm. Əlində qalıb deyə. Təxmini bir 7-8 aydan sonra o tanış uşaqlar hamısı mənə təklif edirdi ki, nə qədər üstündə pul verək, dəyişək. O küçüyü özümə saxlamışdım. Bunlar da dişi küçüklərdir. Burası 3 aylıqdılar. Burada yağışın zadın altında qalıblar. Bunlar 2 ayın keçəndən sonra mən küçüyü belə deyək də Sənin üçün küçüklükdən çıxır. Küçülükdən çıxır, düşür vəhşi təbiətə deyək də. Bəli, Düşür iri itlərin içinə. Deyirəm, gedin başınızı saxlayın. O görə gəlsən yağış sal, beləncə yəni qorumuram. Amma bunları balacaları 2 ayınacan yəni bəsləyirəm. Göz bəbəyi. Göz bəbəyim kimi bəsləyirəm. Hətta yəni bunlar doğulanda ana ilə qoymuram ki, qala. Kimsən 2 sən? saatdan bir mən bunları əmizdirirəm analarına. Qəşəngdir. Bu da qəşəng küçükdür, hə. Dedin ki, bir ədədi qalıb, yəni bir Bu dənəsi. bir ədədi, yəni bu qalıb, hə. Aha, bu qalıb. Deməli, O da ki, yəni ən son yeri 1000 manat, 1000 manat, erkək. erkək, Düzdür? hə. Dişi qalmayıb. Dişi qalmır, yox, o dişi. Başqa erkəkdə qalmayıb. yox. Bir dənə bu erkəkdir. Bir daha onu çək, göstərək. Akraskası da heyvanımızda gözəldir. Hər bir şey də qaydasında. Qiymətə görə narahat eləməyin. Nömrəsini də bayaqları qeyd eləmişəm Əlavə videoda. boğaz heyvanımda var 2 dənə. Aha. Biri adamsız bayaq yügürdü. Bəli. O heyvan bəli. boğazı Aha. 15-20 günə bala verəcək. Bəli. Bir də bir başqa heyvanım. Yəni rezerv eləmək istəsəz, bron eləmək istəsəz, Talib qardaşla əlaqə saxlayın. Deyin ki, bəs erkək və yaxud dişi bron eləmək istəyirəm. Videodan da elə şəklini skrin eləyib Talib qardaşa WhatsApp-a göndərə bilərsiniz ki. Gəlsə, yəni çatdırmaq məndən olar zərər yox.
Yəni Bakıya çatdırmaqdır, rayonlara çatdırmaqdır. Sizin adınızdan gəlsə mənlik ola bilər. Yəni Yaxşı, yaxşı. Talib da bunu istifqa elədi. Hə. Şeydir. Düşünürəm ki, burada sən deyirsən ki, artıq bizim itlərimiz tükəndi. yox, itlərimiz var. Var. Sadəcə Amma olaraq artıq tükün dəyişdiyinə tüklərini görə çox təkib deyə, hə. yəni çıxardıb göstərmək istəmirəm ki, tamaşaçıların gözündə biraz zəif görsənərlər. Görsənməz inşallah, amma ki, təbii olaraq mən səni anlayıram. Hamı Yəni o istəyir ki, itdən başı çıxan itləri adamlar düzgün bilir ki, görsənsin. yəni Bəli. heyvan tükün dəyişən moment, Aha, yəni heyvan biraz vid baxımından da yəni pis görüşür. təbii olaraq Yəni bu razıyam. itbazlar bilir. Razıyam. Talib, indi burada izləyicilərimiz görməsə də Talib sağ olsun bizi qarşılayan kimi bizim üçün gözəl bir süfrə açdı. İlk öncə oturduq, Tamam, çörəyimizi xoş yedik ki, yol gəlmisiniz. Hə, biz təkid eləsək də dedi ki, yox. Birinci çörək yeyəcəyik, sonra çəkilişimizi eləyəcəyik. Biz indi o yemək yemə mərasimini çəkməmişik. Buradan sadəcə olaraq ona təşəkkürümü bildirirəm. Buna görə sağ olsun Çox ki, sağ olun, qapısını hava bizə xoşunuz açıb. olsun. Əmican, sən özün də şəxsən var olasan ki, bizə qapınızı açdınız, gəldiniz. Nə vaxt gəlsiniz? Gəldik, çəkilişimizi elədik. Var ol ki, məlumat verdiniz. Yeriniz Hə, var. təşəkkür eləyirəm. Düşünürəm ki, videomuz bura qədər hər şey qaydasındadır. Çalışacağam ki, 5-ci günə qədər də çəkim saat 6-ya kimi verək inşallah videomuzu İnşallah efirə. qardaş. Təşəkkür eləyirəm. Gəldiyiniz Həm üçün şad təşəkkür oldum, edirəm. belə deyək, canlı tanış olmağımıza, Mən də həm şad də oldum. çəkilişimizə. Allah Sağ sizi ol. var eləsin. Qardaşlar da Görüşənədək. çox sağ olsun. Əziyyət çəkib gəlmisiniz. Nə vaxtı gəlsəz də gözümüz üstə yeriniz var. Var Ümumiyyətlə bizim bu Şamaxı cəmaəti qonaqpərvərdir. Aha, Yəni biz də onların içində. var ol əzizim. Nə vaxt biz Təşəkkür sizə aid deyil. Ümumiyyətlə kimi gəlsə Şamaxıya, göylərə fərqi yoxdur. Nədənsə çətinliyin olsa mənim nömrəmi oradan götürüb zəng eləyə bilər. Var ol. İtlərə Var ol. baxmaq istəyən olsa yenə, yəni çox adam istəyir gəlib baxmaq, yəni utanmasın, gəlsin baxsın. Yəni o barədə heç kimə yəni atqaz getmərik. İnşallah. Sizin də əgər dostlarınızda, tanışlarınızda, rayonlarda maraqlı 3-5-dən çox itləri olan tanışlarınız, çobanlar varsa, mütləq şəkildə bizimlə bir şəkildə əlaqələndirin. Gedək inşallah onları çəkək. Sağ olun, gələn görüşlərə dək. Sağ olun.